Herkese salam. Ümid edirəm ki, çox yaxşısınız. Mən Aysa və bu mənim YouTube platformasında artıq ikinci videomdur. Əgər xatırlayırsınızsa, ilk videoda mən dəftərlərim barədə danışmışdım və demişdim ki, mənim üçün əsas məsələ birinci addımı atmaqdır. Əgər ilk videonu çəkə bilsəm, sonraki videolarda davamlı olaraq gələcək və həqiqətən də elə oldu. Artıq ikinci videomu çəkirəm. Bu videonun mövzusu başlıqdan da məlum olduğu kimi kitablardır. 2025-ci il bitmədən oxumaq istədiyim kitablar barədə danışacağam. Yeni universitetdən gəlmişəm. Yəni Rapunzel anasını oxşuyuram, amma nəysə. Bu kitablar barədə danışacağam. Hər birini bu il almışam, amma ki hələ oxuma fürsətim olmayıb, yaxud da ki bitirməmişəm. Başlayaq. İlk kitabımız Joseph Campbell'dan Tanrıçalar və Tanrıçanın dönüşümləri. Bu kitabı mən yeni almışam. Bir həftə olar. Buradan narahat eləmir. Bir həftə olar səhv eləmirəmsə və kitabı mən də çox bəyəndim. Hərçənd hələ oxumamışam. Amma kitabda həm matriarxal cəmiyyətlərdə qadının rolu, qadının ilahi olaraq görülməsi, müxtəlif klublarda qadın tanrılar, bugün cəmiyyətimizdə olan qadınlarla bağlı bir sıra məsələlərin əslində qədim dövr inanclarından gəldiyini göstərən məsələlər və s. hər biri bu kitabda öz əksini tapıb. Dövrlərə bölüb, məsələn, paleolit dövründə qadın tanrılar haqqında, ondan sonra miflərdə, Hind-Avropalılar dövründə, ondan sonra Şumer, Misir tanrıçalarından danışır, Yunan panteonundakı tanrılardan danışır. Ondan sonra Romadan danışır, Bakirə, Məryəmdən və s. Hər bir şəkildə, bütün cəmiyyətlərdə, bütün dövrlərdə qadının rolundan, mövqeyindən danışır və ona görə də çox bəyəndim bu kitabı. Oxumasam da çox ümidliyəm. Eyni zamanda ixtisasımla bağlı faydası olacağını düşünürəm. 2025-ci il bitmədən oxumaq istədiyim bir kitabdır. Hətta əlimdə aktual olaraq oxuduğum kitab var, onu göstərəcəm indi. Onu oxuyandan sonra bəlkə bu kitaba keçdim. İkinci kitabımız Nikolay Kun, Qədim Yunan əsatirləri. Bu kitabı mənə qrup yoldaşım hədiyyə edib, Şəbnəm. Çox sağ olun, buradan da Şəbnəm. Kitabda qədim Yunan əsərləri barədə danışılır, adından da məlum olduğu kimi. Roman kimi oxunacaq bir kitab deyil. Sadəcə məlumatları verir və hər mövzuya toxunub. Dastanlara, Zevsin dünyaya gəlməsindən ta burada Antigonaya qədər, Fiv silsiləsinə qədər bütün hadisələrə, bütün şəxsiyyətlərə toxunub. Məsələn, mən bu kitabı açıb roman kimi oxumuram. Hansı məsələlər ki bilmirəm, onları da açıb oxuyuram. Məsələn, burada oxuduqlarıma plus qoymuşam. Məsələn, Apollonun dünyaya gəlişini bilmirdim, onu oxumuşam. Apollonun Admetin yanında onu bilmirdim, onu oxumuşam. Qəhrəmanlar barədə Deukalion və Pira barədə oxumuşam. Bu şəkildə daha çox əl kitabı olaraq istifadə edəcəm bir kitabdır. Həqiqətən çox xoşuma gəlir. Çünki bu kitabı mən özümdə baxmışdım, almağı fikirləşirdim. Amma ki Şəbnəm aldı. Burada da belə qeydi var. Çox sevinirəm bu kitabı görəndə. Növbəti kitabımız Iokastinin Çocukları. Mən ümumiyyətlə mifologiya retellərini çox xoşlayıram. Retel əsərlər hər hansısa bir mifik hadisənin yenidən başqa bir müasir yazıcı tərəfindən canlandırılmasıdır. Retellər ümumi əsərdə fokuslana bilir. Bəzən isə sadəcə oradan bir neçə obrazın, bir obrazın, iki obrazın həyatını fokuslayıb onu yenidən yazırlar. Mənim retellərdə ən çox önəm verdiyim məsələlərdən biri yazıcının əsas qaynaqdan çölə çıxmamasıdır. Məsələn, deyək ki, siz İlyada dastanı barədə bir retel yazırsınız və Axillesin həyatı barədə danışırsınızsa, siz dastana fokuslanmalısınız və dastanda Axilles haqqında olmayan bir şeyi siz öz əsərinizdə yazmamalısınız. Ona görə də mənim retel yazıçılarından sevdiyim və sevmədiyim bəzi müəlliflər var ki, mən onları sırf bu özəlliyə görə qruplaşdırıram. Kim ki dastandan uzaqlaşır, özündən əlavələr edir. Mən o yazıçıları bu qədər də xoşlamıram. Çünki mənə görə əsas mənbə heç zaman pozulmamalıdır. Natalie Haynes də retel yazıçılarından biridir və mənə görə uğurlu bir yazıçıdır. Hərçənd mənim ən sevdiyim retel yazıçısı Madeline Miller'dir, buralara qoyuram. Amma ki Natalie Haynes'i də bəyənirəm və onun əsərlərini oxumuşam, bir neçə əsərini oxumuşam. Pandora'nın küpü, Yunan miflərində qadınlar və s. Iokastinin Çocukları Edip və Antigone əsərinə əsaslanır, faciəsinə. 145-ci səhifəyə qədər oxumuşam bu əsəri. Hətta yadımdakı kitabxanada oxumuşdum çox böyük hissəsini. Amma ki başqa bir kitab aldım. Ondan sonra bu kitab yadımdan çıxdı. Düzün demək lazım olsa. Ona görə də kitab belə yarımçıq qalır. 2025 bitmədən bitirsəm yaxşı olar. Çünki yarımçıq bir kitabla 2026-ya girmək istəmirəm. Maraqlı bir kitabdır bu arada. Yəni heç sıxıldığımdan və s. yarımçıq qoymamışam. Sadəcə dediyim kimi başqa bir kitab aldım. Diqqətim ona yönəldi deyə bu kitab belə qaldı. Mən mifləri oxumağı çox xoşlayıram. Hər mənada Yunan miflərini sevirəm. Bu əsərdə oxuyacağam. Növbəti kitabımız Epicure, Mary Bird'in əsəridir və Roma tarixi barədə danışılır. Antik Roma tarixi. Romanın krallarından, yəni yeni yarandığı dövrdən ta ki Romanın dağıldığı dövrə qədər bütün dönəmləri əhatə edir və həm ixtisasım cəhətdən, həm də şəxsi maraq cəhətdən, çünki mən antik tarixi çox sevirəm, dəfələrlə dediyim kimi, çox sevdiyim, sevəcəyimi düşündüyüm bir kitabdır. Belə
belə bir kitabdır və bu kitabda 2025-ci il bitmədən oxumaq istəyirəm. Çünki biz artıq antik tarixdə Yunan dövrünü bitirib Roma dövrünə keçmişik və əlavə vəsait olaraq bu kitabı oxusam çox faydası olacağını düşünürəm. Və kitabın açılışı SPQR Senatus Populusque Romanum deməkdir. Amma ki bu adı müxtəlif dövrlərdə dəyişiblər. Belə ki antik Roma dövründən qalan abidələr, küçələr və s. onların hər birində SPQR yazısı bu şəkildə işlənir. Amma bir müddət sonra artıq müasir dövrə keçdiyimiz zaman SPQR-ın mənasını, açılışını insanlar dəyişib slang mənasında. Sonra Passi Questi Romani şəklinə salıblar ki, bu da bu romalılar dəlidir mənasına gəlir. Kitabı 2025-ci ildə oxumaq istəyirəm, 2026-ya girmədən. Əmin deyiləm bitirə bilərəmmi? Çünki hal-hazırda əlimdə olan kitab birazdan göstərəcəyim son kitabdır. 700 neçəsə səhifədir və noyabrı sırf onu həsr edəcəm. Dekabrda bu bayaq göstərdiyim kitabları oxuyub, əgər zaman qalsa bunu oxuyacağam. Amma əgər zaman qalmasa yarımçıq saxlamaq istəmirəm dediyim kimi heç bir kitabı. Ona görə saxlayıb 2026-da oxuyacağım. Ümid edirəm ki, dekabrda düzgün şəkildə oxuma edərəm ki, buna da çataram. Növbəti əsərim və son əsərim, bunu yeni almışam bu arada. Beyazlı Qadın, Vicky Collins'dən. İngilis ədəbiyyatı nümunəsidir. Ümumiyyətlə mənim ən sevdiyim ədəbiyyat İngilis ədəbiyyatıdır, klassiklərdə. Rus ədəbiyyatı da oxuyuram, fransız ədəbiyyatı da oxuyuram, Yapon ədəbiyyatı da oxuyuram. Hər bir şəkildə müxtəlif ədəbiyyatlarla əlaqə qurmağa çalışıram. Əsərlərdə o qədər də pessimizm mənə görə deyil. Zaten gündəlik həyatda bizi sıxan, bizi yoran çox şey var. Bir də əsərlərdə o qədər pessimist hadisələri üst-üstə görmək istəmirəm ki, bəzi rus müəllifləri bu işi biraz böyüdür. Yəni bir şeyler olduğundan daha mənfi göstərməyə çalışır ki, bu da mənim o qədər sevdiyim bir vəziyyət deyil. Ona görə İngilis klassikləri mənim üçün daha yaxşıdır. Çünki həm yazım dili baxımından, həm də ki optimistlik baxımından mənə görə çox uyğun yazırlar və onların əsərlərini oxuyanda həqiqətən də yenilənmiş hiss edirəm və əsərlərin mənə bir şey qatdığını, idealını həqiqətən götürə bildiyimi hiss edirəm. Hal-hazırda bu kitabı oxuyuram. Bayaq dediyim diqqətimi dağıdan kitab bu idi. Yokas'ın çocuklarını bu kitaba görə yarımçıq qoymuşam. 208-ci səhifədəyəm hal-hazırda. 2 gün əvvəl başlamışam. Hər gün 100 səhifə oxumağı hədəfləmişəm. Bilmirəm necə real olar. Amma ki, əgər planladığım kimi oxuya bilsəm, 738 səhifədir. 7-8 günə bitməlidir. Hələ ki, çox bəyənirəm əsəri. Ümumiyyətlə, gotik ədəbiyyat nümunəsidir Beyazlı Qadın. Əsər barədə danışmaq istəmirəm, çünki belə başa düşürəm ki, çox bəyənəcəyim əsərlərdən biri olacaq. Uzun müddətki klassiklər içində Jane Eyre'dən sonra bir kitabı belə maraqla oxumamışdım. Bitirəndən sonra bəlkə sırf bu əsər barədə ayrıca video çəkərəm deyə mövzu barədə danışmaq istəmirəm. Amma ki, Victoria dövrünə aiddir və bir gotik əsərdir. Mən gotik əsərləri çox xoşlayıram. Gotik klassiklərindən bilinənlərin demək olar ki, hamısını oxumuşam və bu əsərlərdə belə araşdırıram ki, yeni İngilis ədəbiyyatından gotik nümunələr tapım. Çünki gotik ədəbiyyatı mən ən çox İngilis ədəbiyyatında sevirəm. Hərçənd elə ən yaxşı nümunələr də zaten İngilis ədəbiyyatındadır. Çox yaxşı gedir hal-hazırda və çox da axıcıdır. Baxmayın ki, 700-800 səhifə arasıdır. Dəhşət maraqlıdır. Bu əsərdə bir yenilik var ki, gotik əsər dediyimiz zaman bizim ağlımıza böyük saraylar, qaranlıq malikanələr, soylu, zəngin insanlar və s. gəlir. Amma bu əsərdə artıq orta təbəqənin həyatı da gotik ədəbiyyata daxil edilmişdir. Çox axıcı bir kitabdır dediyim kimi. Bir bölməni oxursan və digərini keçmək istəyirsən, inanılmaz axıcı bir kitabdır. Elə əlfəcinim də var bu arada. Bu şəkildə birazdan da kafeyə gedəcəm böyük ehtimalla ya da kitabxanaya. Onda da 100 səhifə qədər oxuya bilsəm, gündəlik hədəfimi davam etdirməyə çalışıram ki, 2026-ya girmədən mümkünsə noyabr ayı içində bu kitabı oxuyum. Çünki bundan öncə oxuduğum kitablar hər biri nazik kitablar idi. Nazik dediyim 300-400 səhifə arası. Uzun müddətdir ki, qalın bir kitab oxumurdum. Amma bir şey hiss etmişəm ki, mən qalın kitabları oxumaq şəxsən mənə görə nazikləri oxumaqdan daha asandır. Məsələn, 80 səhifəlik bir kitabı oxuyuramsa, o kitab mənim əlimdə sürünür. Mən o kitabı 10 günə bitirirəm. Hər gün 10 səhifə, 10 səhifə. Amma ki, qalın bir kitab oxuyanda təbii ki, nisbətlə də əlaqədardır. Artıq mən bir gün içində 100 səhifə bəzən oxuyuram. 200 səhifə, 300 səhifə oxuyuram. Bu, o günkü həvəsimdən, marağımdan, zamanımdan asılı bir şeydir. Amma ki, hər zaman qısa bir kitabı bitirdiyim müddətdən daha qısa bir müddətə bitirirəm mən qalın kitabları. Bundan əvvəl oxuduğum kitab da Qırmızı Pazartesi idi. Hal-hazırda yanımda deyil. Bura qoyuram. Qırmızı Pazartesi mən yarımçıq qoydum. Son 10 səhifədə yarımçıq qoydum. O da nazik bir kitab idi. Gabriel Garcia Marquez'in əsərdir ki, Nobel mükafatlı bir yazıcı olduğu üçün məncə çox adamın bildiyi, tanıdığı bir yazıcıdır. Əsər barədə onu deyə bilərəm ki, o qədər də xoşuma gəlmədi. Mən ümumiyyətlə can yayınlarının əsərlərini çox sevirəm. Çünki tərcümə çox vaxt uğurlu olur və şrift də gözümü yormur, dizayn yaxşı olur. Amma bu əsəri heç bəyənmədim.
Söhbət sırf tərcümədən gedir. Yazıçının dili ilə də əlaqəli ola bilər, tərcüməçi ilə də bağlı ola bilər, bilmirəm. Amma ki, əsər məni özünə çəkmədi, bitirmədim. Amma son 10 səhifə mənə o qədər çox bir şey qatmayacaqdı, düzün deyəcək olsam. Çünki əsas məğzi başa düşdüm. Əsərin ideyası çox yaxşı idi. Yəni bitirmədən də əslində ondan bir şeylər götürmək olurdu. Mən kitabı detektiv bilib almışdım. Yəni Qırmızı Pazartesi əsərin adı dediyim kimi qan və sərvayət dizaynında cinayət mövzusunda olan əsərlər kateqoriyasında idi, amma ki sosial bir roman imiş, yəni detektiv deyilmiş. Çünki əsərin başlığında Santiago Nasar'ın öldürüləcəyi, hətta qatillər belə verilir. Ona görə də sirli bir məqam yoxdur əslində. Sadəcə bu cinayəti açır müəllif. Ona görə də bu əsər bir cinayətin anatomiyası da adlandırılır. Dediyim kimi ideya və toxunulan mövzular çox yaxşı idi və çox əhatəli idi. Hər bir barədə çox uzun yazacağam böyük ehtimalla öz dəftərlərimdə, öz yazılarımda. Deməli, qısaca danışacaq olsam, Kolumbiyada keçir hadisələr bu arada. Santiago Nasar adlı bir insan öldürülür və onun öldürüləcəyini hamı bilir əvvəlcədən. Angela Vicario adlı 19 yaşlı bir qızı sırf mirası olduğu üçün, atasından qalan yüklü miqdarda bir pul olduğu üçün tanımadığı bir insanın evləndirirlər. Biz burada qadının alqı-satqı obyektinə çevrildiyini görürük ki, sırf mirası var deyə 19 yaşlı bir qızla tanımadığı bir kişini evləndirirlər. Və Angela Vicario axşam evə gedir və onun bakirə olmadığı anlaşılır. Bunu biləndən sonra artıq həyat yoldaşı onu evə qaytarır. Biz burada qadınlar üzərində olan təzyiqi görürük ki, bakirəlik məsələləri ilə bağlı olaraq qadınlar həqiqətən cəmiyyətimizdə təəssüflər olsun ki, hal-hazırda da bu baskını hiss edir və onu evə qaytarırlar. Evə qayıdandan sonra anası onu döyür çox uzun bir müddət. Ondan sonra artıq başlayır Angelanı zorlamağa ki, sən bakirə deyilsən, ad verməlisən bizə. O da çox təzyiq altında qalır və Santiago Nasar'ın adını verir. Burada müəllif bu hissəni qeyri-müəyyən şəkildə qoyub. Məlum deyil ki, həqiqətən də o şəxs Santiago Nasar'dır, yoxsa Angela Vicario sırf təzyiq altında qaldığı üçün insanlar onun əl çəksin deyə ağlına gələn ilk adamın adını deyib. Bunu ümumiyyətlə əsərin sonuna qədər biz bilmirik. Deməli ki, Angela Vicario Santiago Nasar'ın adını çəkir və qardaşları Angela Vicario'nun qardaşları Santiago Nasar'ı axtarmağa çalışırlar ki, onu öldürsünlər. Santiago Nasar da cəmiyyət içində çox mükəmməl, insanlarla arası yaxşı olan, zəhmətkeş, yardımsevər və sair bir insan kimi təsvir olunur. Burada bir digər maraqlı məsələ də odur ki, Angela Vicario'nun qardaşları Santiago Nasar'ı öldürəcəklərini hər yerdə deyirlər. Qarşılarına çıxan hamıya deyirlər. Gedirlər bıçaq alırlar, qəssabda qəssaba deyirlər. Yolda gördükləri adamlara deyirlər. Santiago Nasar kiməsə maraqlanırlar. Deyirlər ki, öldürəcək onu, ona görə axtarırıq. Bu əslində onu göstərir ki, qardaşlar Santiago Nasar'ı ürəkdən öldürmək istəmirlər. İstəyirlər ki, kimsə onları dayandırsın, kimsə onları saxlasın. Ona görə hər gördükləri adama deyirlər ki, biz Santiago Nasar'ı öldürmək istəyirik. Bu da əslində cəmiyyətdəki namus məsələləri ilə əlaqədardır ki, insanlar zorlama şəkildə cinayətə çağırılır. Yəni əslində qardaşlar kimsə öldürmək istəmirlər. Sadəcə törələr, patriarxal cəmiyyətin oğlanlar üzərinə gətirdiyi məsələlər, namus məsələləri və s. onlar özlərini məcbur hiss edirlər ki, Angela'nın namusunu təmizləməkdən ötürü Nasar'ı öldürsünlər. Amma ki, onlar bunu ürəkdən istəmirlər. Bunu biz eyni zamanda cinayətdən sonra da görə bilirik ki, qardaşların bədəni cinayətə çox pis reaksiya verir. Onlar günlərcə özlərini gələ bilmirlər, günahkar hiss edirlər və s. Amma ki, digər bir məsələdə, digər həqiqətən də hal-hazırda da aktual olan bir məsələdə odur ki, qardaşlar bu cinayət barədə hamıya desələr də heç kim onları ciddiyə almır. Ciddiyə alanlar da laqeyd yanaşırlar və onlara haqq verirlər ki, bu namus məsələsidir, sən həqiqətən Nasar'ı öldürməlisən. Hətta onların Santiago Nasar'ı öldürmək istəməsi polisə qədər gedir. Amma polis belə bu məsələyə bir reaksiya vermir. Görün nə qədər acınacaqlı vəziyyətdir ki, kitabda təsvir olunur ki, polis yeməyini yedi, paltarını geyindi, üstünə qalstuk seçdi və s. Ondan sonra deyir ki, bu məsələyə baxılacaq, amma ki, heç məsələyə baxılmır belə. Burada müxtəlif qadın arxetipləri var ki, müəllif onları da yaratmışdır. Məsələn, Maria var orada. Maria adlı bir qadın var ki, ona biz həyat qadını deyirik əsərdə, amma baxdığımız zaman o Angela'dan qat-qat daha yaxşıdır, qat-qat daha səmimidir, daha çox öz üzərində haqq sahibidir, öz qərarlarını verə bilir və s. Sadəcə bu cür bir qadın olduğu üçün ona etiketlər yapışdırdılar, amma belə baxdığımız zaman o bu etiketdən o qədər də bədbəxt deyil. Əsas məsələ odur ki, o öz istədiyi həyatı yaşaya bilir. Amma Angela bəli, namuslu qadındır, cəmiyyətin istədiyi qadındır, yaxşı bir evlilik eləyib, hərçənd sonra evə qayıtmış olsa da, əslində mirası bir insanla evlənib, amma o özünü tanımır, kim olduğunu bilmir, hər hansı bir arzusunu həqiqiləşdirməyib indiyə qədər, ailəsinin sözündən çıxmayıb, yaşamaq nədir bilmir. Bu cür qadın obrazlarını da müəllif yaratmışdı ki, bunlar həqiqətən də
əslində cəmiyyətimizdə mövcud olan qadın rolları, qadın arxetiplərdir ki, bunlar hamısı patriarxal cəmiyyətin gətirdiyi statuslardır əslində. Bu şəkildə əsər barədə çox danışdım. Deyə bilərsiniz ki, bu qədər əsər barədə danışsam, amma deyirsən ki, sevmədim. Həqiqətən sevmədim. İdeya çox qəşəng idi. Toxunulan məsələlər çox qəşəng idi, çox aydın idi. Sadəcə dediyim kimi tərcümədən qaynaqlı da ola bilər, yaxud da ki, müəllifin dili ilə də əlaqədar ola bilər ki, o qədər də zövqlü bir oxuma prosesi deyildi, axıcı deyildi. Ona görə 4 vermişdim mən əsərə Min kitabda. O 4 halı da sırf ideyası ilə bağlı olaraq vermişəm. Ən son mən Orhan Pamuk oxuyanda belə sıxılmışdım. O da Nobel mükafatlıdır bu arada. Bilmirəm, niyəsə əsərin dilimə o qədər də tutmadı. Amma ümumi mənada ideyası çox yaxşı idi. Müəllifin başqa bir əsərini oxuyaramı? Əmin deyiləm. Bəlkə başqa bir nəşrdən yoxlayaram, yaxud da ki, başqa bir dildə yoxlayaram. Onu da bəlkə bəyənərəm. Bu şəkildə Qırmızı Pasartesi barədə də bu qədər idi. Ümumiyyətlə mən əslində Qırmızı Pasartesi barədə danışmağı planlamamışdım, amma təsadüfən o barədə də danışdım. Video bu qədər idi. Bura qədər gəldinizsə çox təşəkkür edirəm izlədiyiniz üçün. Əgər video istəkləriniz və sair varsa, bura qeyd edə bilərsiniz. Həmçinin kitablardan oxuduğunuz varsa, yaxud da ki, tövsiyəniz varsa, onları da qeyd edə bilərsiniz. Digər videolarda görüşərik. Özünüzə çox yaxşı baxın. Sağ olun.